أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا ونبينا وحبيب قلوبنا وشفيء ذنوبنا أبي القاسم محمد المصطفى صلى الله عليه وعلى آله الطيبين الطاهرين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى لقاء يوم الدين. أعوذ بالله من الشيطان الرجيم يسألك الناس عن الساعة قل إنما علمها عند الله وما يدريك لعل الساعة تكون قريبا صدق الله العلي العظيم. Mən istəyirəm bugün qiyamətin adları barədə. Çünki biz keçən mövzularda, keçən cümələrdə qiyamət barəsində danışdıq. İnsan dünyasını dəyişəndən sonra bərzəx həyatı var. O barədə danışdıq və qiyamətin barəsində bəzi nöqtələri çatdıraq. İnşallah sözümüzü yekunlaşdıracaq. Növbəti cümələrdə də Allah nəsib eləsə davam edərik. Qiyamətin adları var. Xüsusi adlar. Məsələn, yevmun nədamə, peşmançılıq günü. İnsan qiyamət günü peşman olacaq. Nəyə peşman olacaq? Elədikləri və eləmədiklərinə peşman olacaq. Qiyamət günü insan peşman olacaq ki, mən yaxşı işləri niyə çox eləmədim? İnsan düşüb öz ətrafı, əhatə dairəsi bəzən kiçik olanda, öz atmosferində, öz həyatın görür və o ətrafda fırlanır. Mən bayaq deyirdim, qardaşla söhbət eləyəndə, bəzən insan görürsən düşüb bir çərçivənin içərisinə, ancaq o çərçivənin içərisində öz dünyası ilə maraqlanır. Məsələn, birinin zehnində ancaq maşın alveri gedir. Birinin zehnində ancaq ev təmiri, aleykum salam və rəhmətullah. Birinin həyatında ancaq müəyyən işlər, birinin işi gücü ancaq söz-söhbət yaratmaqdır, qeybət eləməkdir, problem yaratmaqdır, problemləri qabartmaqdır. Ancaq işi gücü bundan ibarətdir. Onun başqa işi yoxdur həyatda. O öz dünyasından çıxa bilmir ki, görsün həyatda başqa nöqtələr də var. Başqa məndən tələb olunan işlər də var. Başqa məsuliyyətlərim də var, öhdədarlığım da var mənim. Bunu insan düşünüb tapa bilmir. Məsələn, qiyamətin adlarından biri yaxındır, yaxın. Allah Teala buyurur, qiyamət barədə soruşsalar səndən ey Peyğəmbər, denən çox yaxındır o. Qiyamətin adı yaxındır. Yəni o yaxındadır, çox yaxın zamanda o baş verəcək. İnnəhum yərəvnəhu bə'idə və nərəhu qəriba. Onlar qiyaməti uzaq görürlər. Amma biz qiyaməti yaxın görürük. Çünki qiyamət çox yaxında baş verəcək. İnsan elə bilir ki, uzaqdır. Görürsən, biri dünyaya gəlir, hələ uşaqdır. Böyüyüb boya başa çatacaq. Fikirləşir ki, mənim filan yaşım olacaq, filan illər ötüb keçəcək. Və zaman gələcək, mən qocalacam və qocalandan sonra filan, ondan sonra öləcəm. Bəli, bu uzaq gəlir insana. Amma insan bilmir ki, həmin o qocalara denən bir dənə bax geriyə, dön geriyə, gör. Məsələn, mən baxıram, görürəm, bundan sonra mən nə qədər yaşayacam bilmirəm. Amma yaşadıqlarım, əgər 30 ildir, 35 ildir, 40 ildir, 50 ildir, bu həyat elə bir tez bir zamanda gəlib keçib. İnsan bir an, bir göz qırpımında, hətta deyirlər, Həzrət Nuh əleyhissalam buyurdu ölüm mələyinə ki, mənim canımı bu günün altında yox, o ağacın kölgəsində al. Ölüm mələyi Allahdan icazə alandan sonra gəldi, kölgədə Həzrət Nuh əleyhissalamın canın tapşıranda, alanda, dedi, ey Allahın Peyğəmbəri, sən nəyə görə günün altında yox, oradan bura bir neçə qədəm gəldin, addım attın. Orada sənin canını alsaydım nə olacaqdı? Burada alacam. Nəticə nədir? Fərq nədir? Deyir, mən insanlara göstərmək istədim ki, mənim bu qədər ömrüm oldu. Məsələn, 1500 ildən, 1800 ildən 2500 ilə qədər qeyd olunur tarixdə Həzrət Nuh əleyhissalamın ömrü. İndi hansı rəqəm sayı ilandır filan, bundan işimiz yox. O boyda ömür mənim üçün, bax bu
Günün altından ağacın kölgəsinə gəlmək müddətində vaxt kimi keçdi. O qədər tez bir zamanda sürətlə keçdi bu ömür. Mənə belə gəldi. Mən insanlara da göstərmək istəyirəm. Deyirlər bir-birinə sizə Nuh ömrü arzulayıram, sizə Nuh ömrü filan misal çəkir insanlar. Amma insanlar bilsin ki, mənim ömrüm bu qədər sürətlə gəldi, keçdi. Ona görə Allah Teala buyurur: "İnnehum yarawnahu ba'ida və narahu qariba." Biz qiyaməti yaxın görürük. Qiyamət günü çox yaxındır. İnsan bundan qəflətdədir və elə bilir ki, vaxtı uzadacaq. Qiyamətin adlarından biri də miqatdır. Miqat həmin o görüş vaxtına deyərlər. Bəlli, müəyyən olan vaxta deyərlər. Allah həmən o vaxta söz verib ki, insanla görüşəcək. Var insana dünyada da Allah görüş vaxtı təyin edib. Məsələn, deyir insan, sübh vaxtı, zöhr vaxtı, əsr vaxtı, şam və xiftan vaxtı, məğrib, işa vaxtları mənimlə görüşəcəksən sən. Amma bu görüşdə bir seçim qoyub insan üçün, ixtiyarla. İradə azadlığı var. Sən istəsin gələrsən, görüşərsən Rəbbindən, istəməsin görüşməzsən. Burada sənin fikri və Allah hörmətlə yanaşır. Amma bir də vaxt var ki, o müddət təyin olunub, orada könüllü olmayacaq. Orada məcburi görüşəcəksən. Ona görə buyurur, qiyamətin adlarından biri də miqatdır. Yəni Allahla həmin vaxtda görüşəcəksən. İnnə yevməl fəsl kanə miqatə. Həqiqətən də o fəsil günü, ayrılıq günü, elə fəsil günü özü də qiyamətin adlarından biridir. Fəsil ayrılığa deyərlər. Ayrılıq nə, kim ayrılır, nədən ayrılır? Haqla batil ayrılır, yaxşı ilə pis ayrılır, düzlə səhv ayrılır. Bütün işlər orada ayrılır, bilinir, müəyyəndir. Qeyri-müəyyən heç nə qalmır orada. Dünyada qeyri-müəyyənlik var, dünyada qarışıqlıqlar var. Amma o gün elə bir gündür ki, orada deyir, yevməl fəsildir. Yəni ayrılıq günüdür. Hər bir şey digərindən ayrılır. Hər bir şey öz incəliyinə kimi ayrılır. Mən ancaq bu qiyamətin adlarının içərisində haqq olan gün, qiyamətin adlarından biri də haqqdır. Mən bu barədə əslində istəyirdim mövzu bir neçə kəlmə danışam. Çünki haqq gününün mənası da elə adından göründüyü kimi, hər şeyin gerçək siması ilə tanınmasına deyərlər. Məsələn, haqq batilin müqabilindədir. Bir var batil, bir də var haqq. Bunlar qarşılıqlı, əks mənalı olan sözlərdir. Allah Teala buyurur, "Zalikəl yevmul haqq." Qiyamət günü haqq olan gündür. Bu gün, yəni haqq olan gündür. Haqq sözü Quran-ı Kərimdə 228 dəfə işlədilib. Haqq kəlməsi Quran-ı Kərimdə 228 dəfə təkrarən işlədilib. Bu sözün hər biri qiyamətə xüsusi şəkildə ifadə ilə yanaşılıb, xüsusi sözlərlə birlikdə işlədilib və qiyaməti Allah bu şəkildə insanlara təqdim edib. Bir Allah Quranda misal verir haqla batili. Quranın misalları da biraz fərqlidir də, daha şirindir, daha gözəldir və eyni zamanda düşündürücüdür. Buyurur həmin bu ayədə, oxuyacağımız ayədə, "Ənzələ minəs-səmai ma'an fəsalət əvdiyətun biqədəriha." Buyurur Allah Teala göydən, səmadan yerə yağış göndərdi. Səmadan yerə yağış göndərdi. Çaylar, dəryalar, dənizlər doldu o yağışın suyu. Onlar doldu, daşdılar. Fəhtəmələ seylu zəbədən rabiya. Sel özü ilə birlikdə o daşır. Görürsən daşır, ya şəlalədən süzülür, tökülür su. Orada köpük yaranır. Su görürsən köpüklənir. Buyurur o sel özü ilə köpüyü aparır. Görürsən o çaya sel gələndə görürsən suyun üzərində köpüklər gedir. Allah Teala buyurur ki, həmin o sel özü ilə köpükləri daşıyır.
və mimma yuqiduna alayhi fin-nar ibtigaa hilyatin aw mata'in zabadun misluh. Buyurur, odda qaynayan şeylər də belədir. Məsələn, zinət əşyaları və digər əşyalar, ev əşyaları, məişət əşyalarını hazırlamaq üçün metallardan. O metalı qaynadırlar, onun da üzərində görürsən köpük yaranır. Köpüklənir. Məsələn, qızılı qaynadanda görürsən üzərində köpük yaranır. Kəzalikə yadribullahul haqqa vəl batil. Buyurur, Allah haqqla batili bu misalda insanlara təqdim elədi. Haqqla batil. İlahi, bu misalın nəyində haqq var, nəyində batil var? Allah demək istədi ki, o su görürsən gəlir. O suyun üzündəki köpük batildir. Çünki o köpüyün heç nəyə faydası yoxdur. O zinət əşyasını qaynadanda, o qızılı qaynadanda üzərində görürsən köpük yaranır. O köpük batildir, puçdur yəni. Heç bir dəyəri olmayacaq onun. Biraz keçəndən sonra görəcəksən o yoxa çıxdı. Amma o qalan var, qalan, o suyun özü, o qızılın özü, hansı ki o köpüklənməyən hissəsidir, o isə haqq və həqiqətdir. O safdır, o saf hissəsidir. فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ كَذَلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ. Buyurur, o köpük ki görürsən gedir bir müddətdən sonra. O heç, amma insana faydalı olan su isə görürsən yerdə qalan su qalır. Qaldı o insanlara fayda verir. İnsanlar ondan istifadə edir. Allah misalları belə vurur insanlara. İnsanlar üçün belə misallar təqdim edir. Deməli, qiyamət Allahın tam zuhur eləməsidir. Niyə indi bu adı niyə Allah qiyamətin adını haqq adlandırdı? Ona görə haqq adlandırdı ki, orada heç bir köpük, qarışıqlıq, ixtilaf, fərqlilik, heç bir şey ortada olmayacaq. Dünyada insan fikirləşə bilər yanlışlıqlar. Dünyada insan səhv işlər görə bilər. Çünki dünyada qarışıqdır hər şey. Hər şey ixtilaflıdır, hər şey fərqlidir. Amma əslində isə qiyamət günündə bunların heç biri olmayacaq. Bir dənə haqq və həqiqət olacaq. Həmin o haqq həqiqət uğrunda insan çalışacaq. Hansı ki Allah bütün dünyanı o haqq üçün və haqq ilə yaradıb. Haqla yaradıb. Rabbana ma xalaqta haza batila subhanak faqina azabannar. Buyurur, onların sözü bu olar, ağıllı insanların. Deyərlər, ilahi, ey bizim Rəbbimiz, sən dünyada heç nəyi əbəs yaratmamısan, batil yaratmamısan. Dünyada batil yoxdur, əslində haqq var. Haqqa seçim düzgün olmayanda, insan haqqı seçə bilməyəndə, insanın yaşayışı və yaşam tərzi batil olur. Bəzən deyir, yaxşı, bu pis idi, Allah niyə yaratdı? Bu batil idi, Allah niyə yaratdı? İnsan o hədəfə düzgün istiqamətlənməyəndə onun yaşayış tərzi, həyat tərzi batil olur. Mən bunu bir dəfə demişəm, bir nəfər sual verdi, dedi, Allah Teala əgər bilirdi də iblis insanları yoldan çıxardacaq, azdıracaq. Bunu Allah bilirdi, əvvəlcədən bilirdi. Bəs Allah Teala niyə iblisi yaratdı, şeytanı yaratdı? Elə yaratmayaydı da məni də yoldan çıxartmayaydı. Birincisi, iblis həmişə insanı yoldan çıxartmır. İnsanın nəfsani istəklərinə insan tabi olanda yoldan çıxır, yolun azır. Bu birinci mərhələ. Yəni cavab olaraq birinci mərhələ. İkinci mərhələdə mən orada o cavab verdim. Əslində dedim ki, Allah Teala pisliyin ünvanını sənə göstərsəydi daha məntiqli olardı sənin üçün, ya pislik gizlin olsaydı məntiqli olardı. Biz əlbəttə ünvanı göstərsəydi. Dedim, Allah da göstərib də pislik eləyib. Bir şeytan adlı bir varlıq, iblisin yaradılışı, baxmayaraq ki, iblis özün üçün o yolu seçdi. Həmin o yaradılışın, həmin o pisliyin ünvanını Allah iblis kimi bəşəriyyətə təqdim elədi.
Dedi bu iblisin ünvanı, pisliyin ünvanı budur. Bu ünvanı, pisliyi seçməyin siz. Və bu pislikdən uzaq durun siz. Uzaqlaşın. Deməli, pislik əslində ünvanı iblisin seçilməyi ilə bəlli oldu. Bu nəinki məni yoldan çıxartmaqdır. Mənə batil yolu da, haqq yolu göstərdiyi kimi Allah batil yolu da göstərdi. Dedi, bax, bu yol pisdir ya. Bu yol sənə, görürsən də bəzən bir yaşlı bir insan gələr gənclərə, cavanlara, özündən kiçiklərə tövsiyə eləyər. Xüsusən o insan ki, o səhvləri eləyib, həmin insanlar tövsiyə eləyir. Deyir, mən filan vaxtı filan səhvi elədim, nəticəsi pis oldu, sən onu eləmə. Allah da həmin o pisliyi göstərir. Deyir, bax, bu həmin pisliyin ünvanıdır. Bu səni yoldan çıxartmasın. İblis məbadə sizi yoldan, Quran-ı Kərim buyurur, məbadə iblis sizləri yoldan çıxarsın. Məbadə iblis sizləri Allahla aldatsın. Sözə bax, Allahla aldatsın. Bəzən insan Allahla aldadırlar da. İnsanı vay o gündən ki, Allahla aldadılar insan. Başqa şeylə aldansa bu problemi yoxdur. Müəyyən zamandan sonra o haqqa gələ bilər o insan. Amma bir insan Allahla aldadılsa, ilahi yolla aldadılsa, o insanın hidayət olunmağa şansı yoxdur dünyada. Çünki o elə bilir ki, haqq yol getdiyi yoldur, amma bilmir ki, qəflətdədir ki, bu yol batil yoldur və onu aldadıb Allah adı ilə bu yolu təqdim ediblər onu. Rabbena ma xalaqta haza batila subhanak. Ey bizim Rəbbimiz, dünyada nə varsa hamısını sən bir haqq olaraq yaratmısan, batil olaraq yaratmamısan. Sən paksan və yaratdıqların da pakdır. Fəqina əzabənnar, bizi cəhənnəmin odundan qoru saxla. Bu haqla dünyanın yaranması, haqq üçün yaradılıb insan, yəni Allah üçün yaradılıb. Ya bnə Adəm, xalaqtul əşyaə li əclik. Buyurur Allah Teala, ey Adəm övladı, biz nə varsa dünyada sənin üçün yaratmışıq. Və xalaqtukə li əcli, səni isə özüm üçün yaratmışam. Bunu Allah Teala insana buyurur. Və xalaqallahu səmavati vəl ərzə bil haqq. Allah Teala buyurur, göyləri və yeri haqq olaraq Allah yaratdı. Dünyada batilə yer var, bayaq dedim. Dünyada batil fikirlər var, səhv işlər var. Hətta peyğəmbərlər Allah Teala göndərdi ki, insanları düşünəndə, səhvə yol verəndə o peyğəmbərlər insanlara kömək eləsinlər. Ki, daim səhv fikirləşməsinlər. Amma burada da tam şəkildə uğur qazanılmadı. Niyə? Çünki insana möhlət verilib və insana fikir azadlığı verilib. Son qərarı insan özü verəcək. Buna görə dünyada insan yoldan çıxa bilər, aldana bilər. Dünyada seçim var. Amma qiyamət günü belə deyil. Qiyamət günü hər bir şey öz libasında görsənəcək. Hər bir şey öz libasında gətiriləcək məhşərə. Hətta insan özü də. Bilirsiniz, ən böyük faciə nədir? Məsumlardan birindən soruşdular. Dedilər, ağa, qiyamət günü bizə şəfaət eləyəcəksiniz. Dedi, neyinirsiniz eləyin, insan simasında gəlin məhşərə. Onda şəfaət eləyərik. Vay o gündən ki, insan bir ömür özün batil, puç işlərlə aldada və qiyamət günü də həmin libasla məhşərə gələr. Həmin görkəmdə məhşərə gələr. Bu zaman insan üçün çıxış yolu olunur. Bu zaman insanın müdafiəsi olunur. Allah Teala Peyğəmbərə buyurur, və ma əksərun nas və ləv hərəstə bi müminin. Ey Peyğəmbər, sən baxmayaraq ki, insanların iman gətirməklərin hərissən onların iman gətirməsinə, çox istəyirsən, amma onların əksəriyyəti iman gətirməyəcəklər. Bəl nəqzifu bil haqqi aləl batil fəyədməğhu fəizə və zahiq. Mövcud dünya belədir, bizim həyatımız belədir. Bu dünyada batilə də yer var.
Amma qiyamət günü elə bir hal olacaq, elə bir ab-hava, bu dünya ilə belə deyək də, başqa sözlə desək, bu dünyadan daha ali bir dünya, bu dünyanın yerinə gələndə orada bu dünyada olan batillər, puç olan işlər artıq aradan çıxacaq. Ondan sonra ancaq haqq ortada olacaq. Buyurur Allah Teala, biz qiyamət günü haqla batilin başına vuracağıq və batil məhv olacaq, aradan gedəcək. Haqq qalib gələndə insanın dünyada gördüyü o ilğımlar insanı aldatmayacaq daha. Quranda bir ayədə Allah Teala buyurur, insanın dünyadakı halı susuz insanın səhrada su görməsinə bənzəyir. Elə bilir ki, sudur. Gedir, yaxınlaşır, görür, yox, bu ilğım imiş. İlğım bilirik də nədir? O gün şüası düşəndə görürsən yayda, asfaltın üzərində, səhrada. Görürsən suya bənzər bir şey görsənir uzaqda. Ona ilğım deyirlər. Bizim dildə ilğım adlanır. Ərəblər ona sərab deyərlər. İnsan üçün dünya həmin o səraba bənzəyir, ilğıma bənzəyir. Gedir, çatır, yetişir. Görürsən, deyir, övladımın toyunu eləsəydim, dərdim olmazdı. Nəvələrimin toyunu eləsəydim, dərdim olmazdı. Filan eləsəydim. Bu evi də alsaydım, bu evi də düzəltsəydim, bu evi də filan eləsəydim, bu maşını da dəyişsəydim. Görürsən, onlar hamısı ilğımlardır, yığılışıb üst-üstə. İnsan elə bilir ki, elə yetişdi, çatdı, ora hədəfinə çatacaq. Amma dahi bilmir ki, ora çatanda onu başqa yerdə görəcək. İnsanın həyat və aramlığı, rahatçılığı dünyada mümkün olmayacaq. İnsan elə yetişəcək bir şeyə, ikincini istəyəcək, ikinciyə yetişəcək, üçüncünü istəyəcək. Mərhələ insanın başını aldadacaq. İnsanın başı gicəllənəcək. Bir də onda xəbəri olacaq ki, Allah ömür versin, Kərbəlayı oxuyur. Fəbiəyyi alai rabbikuma tukəzziban. Elə isə Allahın hansı nimətlərini inkar eləyirsiniz? İndi ətrafda da deyən tapılsa əgər, deyəcəklər ki, la fəbiəyyi alai rabbikuma tukəzziban. Allahın hansı nemətlərini inkar eləyirsiniz? Ardıca deyəcəklər ki, Allahın heç bir nemətin inkar eləmirik. Fələkəl həmd ya Rəbb. Ey bizim Rəbbimiz, həmd sənə, ancaq sənə məxsusdur. La nukəzzibu. Heç bir şey inkar eləmirik. Onu insan nə zaman deyir? O cənazəni aparanda, o duanı oxuyanda, Ər-Rəhman surəsini oxuyanda o kəlmələri də deyirik də biz. Deyirik ki, Allahın heç bir nemətini inkar eləmirik. La bi şeyin min alai Rabbina nukəzzib. Rəbbimizin verdiyi nemətlərdən heç birini inkar eləmirik. İlahi, fələkəl həmd ya Rəbb. Rəbb, ey bizim Rəbbimiz, ey mənim Rəbbim. Həmd, səna, gözəlliklər hamısı sənə məxsusdur. Deyirik orada. Amma baxıb görmürük ki, o yanımızda, çiynimizdə gedən adam da deyirdi, amma ortada bir şey yox idi. Biz də deyirik, amma ortada bir şey yoxdur. Biz deməklə özümüzü aldadırıq. Biz söz olaraq deyirik. Çünki bizim dediklərimizin kötüyü yoxdur. Necə ki, batilin kökü yoxdur. Qiyamət günü bilirsiniz nədir? Qiyamət gününün məğzi budur. Hər bir şey öz kökü ilə birləşəcək. Başqa sözlə desək, belədir qiyamət. Qiyamət günü hər bir şey öz kökü ilə birləşəcək. Mənim əməllərim öz kökünə qovuşacaq. İlahi, mənim elədiklərimin kökü yoxdur axı. Deyir, heç nə. Fəla nuqim. Heç bir vəzin, tərəzi, ölçü sizin üçün mən təyin eləməmişəm. Fəla nuqimu ləhum yevməl qiyamətə vəzna. Deyir, batil iş görənlər üçün qiyamət üçün tərəzi yoxdur. Axı, mənim əməllərim ölçüləcək. Deyir, sənin əməllərinə uyğun orada tərəzi yoxdur. Tərəzi orada əl-vəznu yevmə izinil haqq. O gün tərəzi haqdır. Tərəzinin bir gözünə qoyulacaq haqq, digər gözünə qoyulacaq haqla görülən işlər. Ədalətlə görülən işlər. İxlasla, imanla görülən işlər. İndi mənim əməlim puçdursa, batildirsə, heç bir əhəmiyyəti olmayan işlərdirsə, ixlasım yox, heç bir ixlas, xalisliyim yoxdur, əməllərimdə heç bir dəyər yoxdur, o əməl hansı köklə birləşəcək?
hansı tərəzidə ölçüləcək? Buyurur ki, heç bir və əfidətuhum həva, onların düşüncələri belə həvaya həvəsdən ibarətdir. Düşüncələri, fikirlər ancaq həvadır. Həva, boş, bihudə. Görürsən, külək gəlir, aparır. İnsanın əməlləri belədir. Buyurur, ə'maluhum kərəmadin iştəddət bihir-rihu fi yevmin asif. Onların əməlləri deyil, bilirsiniz nəyə bənzəyir? O külə bənzəyir ki, möhkəm tufanlı gündə külək o külü havaya sovurur. Onların əməlləri o şəkildədir. Köksüz olan əməllərin nəticəsi budur. Kökü olmayan əməllərin qiyamət günü verəcəyi bir hal bundan ibarətdir. Ona görə əzizlər, biz Quran-ı Kərimin ayələrində də oxuduq və hədislərdə də çoxdur. Yəni vaxt yoxdur, artıq vaxtımız yekunlaşır. Qiyamət günü insanın, qiyamətin adlarından da biri haqq günüdür. Ona görə ki, hər bir şey öz libası ilə, haqq həqiqəti ilə orada insana təqdim olunacaq və insan da orada təqdim eləyəcək. Yalandır, qeybətdir, aldatmadır, fırlatmadır, bunu necə fırladım, onu necə alladım, buna necə yalan danışım ki, işlərim düz gətirsin. Yox, bu olmayacaq. 1 saatdan sonra, 2 saatdan sonra, 5 gün, 10 gün, biraz da möhlət ver. Gələn dəfə düzələcək, gələn dəfə, o biri dəfə düzələcək. Yox, o olmayacaq. Bunlar hamısı bizim bu dünyada mümkündür. Biz bunu dünyada eləyə bilirik. Amma qiyamət günü Allah Teala buyurur ki, yevmə izinil haqq. O gün haqqdır, həqiqətdir, gerçəkdir. Heç bir şey, heç bir haqq nə batil libası geyinməyəcək, heç bir batil də haqq libası geyinməyəcək. Və la təlbisul haqqa bil batil və entum təktumunəl kitab. Buyurur ki, haqqa batil donu geyindirməyin və entum tətlunəl kitab, üzr istəyirəm. Haqqa batil, batilə haqq donu geyindirməyin. Halbuki siz kitab oxuyursunuz. Siz Quranı oxuyursunuz, siz Tövratı oxuyursunuz, siz İncili oxuyursunuz, siz ilahi kitablar oxuyursunuz. Haqqa batil, batilə haqq donu geyindirməyin. Dünyada bu mümkündürsə, ahirətdə bu mümkünsüz bir şeydir. Elə ki, cənazəni qoydular qəbrə, orada təlqin oxunur da, 2 dənə təlqin. 2 dəfə oxunur. Hətta can verəndə də müstəhəbdir bu oxunsun deyilsin. Ziyarətnamələrdən birində var Ali Yasin ziyarəti, İmam Zaman Ağa Əcəlallahu Fərəcəhü Şərifə aid olan ziyarətnamələrdən biridir. Orada buyurur və əşhədu ənnəkə və əşhədu ənnə əl-bəsə haqq və nüşurə haqq və sıratə haqq və mirsadə haqq. Ziyarətnamədə deyilir ki, Ali Yasin ziyarətnaməsində buyur, şəhadət verirəm ki, nuşur, yəni qəbirdən qalxma, bu haqdır. Vəl-bəsə haqq, Allahın dərgahına gəlmə, haqdır bu. Və mirsad haqdır, mirsad bilirsiniz nə deyərlər? Pusqu. Qiyamət günündə pusqu, qiyamətin adlarından biri də pusqudur. Yəni, insan o gün pusquya düşəcək. İnsan pusqudadır. Daha doğrusu pusquya düşəcək. O cəhənnəm əzabından amanda qala bilməyəcək. Çünki cəhənnəm insanın intizarındadır o halda, elədiklərinə görə. Ona görə deyirlər ki, həmin o mirsad da haqdır. Ennəl cənnətə haqq və nərə haqq. Buyurur ki, atiyyətun la raybə fiha. Qiyamət günü gələcək. Orada heç bir şək şübhə yoxdur. Həmin o təlqində də o kəlmələr var. Ennəl cənnətə haqq və nərə haqq. Haqdır, cənnət də haqdır, cəhənnəm də haqdır. İnsana bunu demək istəyir ki, o təlqində, o dünyasını dəyişən bilir, o eşidir. İndi bəzilər deyir, eşitmir, yox, o eşidir. O eşidir, amma o eşidən şəxs cavab verə bilməməyi ətrafdakı eşidənlər üçün ibrət olmalıdır. İbrət olsa, xoş o mərhumun halına ki, onun dəfnində, onun cənazəsində 5 nəfər, 10 nəfər ibrət aldı, ibrət götürdü.
Ona görə buyurur və ennel cennete hak və nâre hak. Cənnət də, cəhənnəm də haqdır. Orada heç bir şübhə yox, heç bir eyib yox, heç bir qüsur yox, heç bir şək yox, heç bir batil düşüncələr orada yer ala bilməz. Çünki hər bir şey öz şəffaf siması ilə insana göstəriləcək. Və a'maluhum keramadin iştəddət bihir rih fi yevmin asif. Buyurur ki, təlatümlü, qasırğalı, tufanlı gündə onların əməlləri o külə bənzəyir ki, o küləkdə qalxar, havaya sovrular, külək aparar. Onların əməlləri də elədir. Batil və kökü olmayan, ixlas və imanla olmayan əməl kimlərəsə göstəriş üçün olunan əməlin acı həqiqəti, acı nəticəsi bundan ibarətdir. Allah Teala buyurdu Həzrəti Peyğəmbərə: Ey Allahın Peyğəmbəri, yəsəlükən nas ənis-sa'a. Qiyamət barəsində səndən soruşurlar insanlar. Qul innama ilmuha indallah. Denən qiyamətin barəsində məlumat ancaq Rəbbimə məxsusdur, Allaha aiddir. Və ma yudrikə leallə saatə təkunu qariba. Sən nə bilirsən, bəlkə də qiyamət günü çox yaxındadır.